xalq artisti Bəhram Mansurov muğamın dünyada tanınmasında mühüm işlər görmüş görkəmli tarzəndir. Mansurovlar. Bu nəslin Azərbaycan musiqi tarixində özünə məxsus yeri var. Təxminən 300 ildir ki, adı çəkilən soyadı daşıyan incəsənət xadimləri Azərbaycan musiqisinin inkişafı üçün fəaliyyət göstərir. Həmin nəslin nümayəndələrindən olan xalq artisti Eldar Mansurov bu barədə kitab da qələmə alıb. Mən isə sizə Eldar bəyin atasından danışacağam. Söhbətim Bəhram Mansurov barədədir. O da musiqiyə elə ailə mühitinin sayəsində aşiq olub. Hətta atası Məşədi Süleyman onun tara olan marağını görüb, sən tar çalmağı tez öyrənəcəksən, muğam sənin qanındadır sözlərini deyərdi. Belə də oldu. Artıq 8 yaşından etibarən Bəhram bəy tarda ifa etməyə başlayıb. Görkəmli bəstəkar Müslüm Maqamayev də Bəhram Mansurovun istedadını erkən kəşf etmişdi. 19 yaşı olanda Müslüm Maqamayev onu xalq çalğı alətləri orkestrinə çağırmışdı. Bəhram Mansurov oradan opera və balet teatrına solist tarzən kimi keçid edib. Bəhram Mansurov Azərbaycan muğamının dünyaya tanıdılmasında mühüm rol oynayıb. O ifasında çahargah və ras muğamları nota alınmış ilk Azərbaycanlı musiqiçidir. Eyni zamanda Bəhram Mansurovun sayəsində Bayatı Şiraz, Humayun, Şur, Bayatı Kürd və digər muğamlar UNESCO tərəfindən vallara və CD-lərə yazılaraq bütün dünyaya yayılıb. O eyni zamanda Fransa, Almaniya, İtaliya, Yaponiya, hətta Venezuelada konsert proqramlarına dəvət alıb. Bəhram bəy Yaponiyada olarkən öz tarlalarından birini Osaka şəhərinin muzeyinə bağışlayıb. Məşhur olmasın bu olsun filmində də Bəhram Mansurovun ifasını eşidə bilərik. Sözü gedən ekran əsərində tarzən Kürd-i Şahnazı səsləndirir. Filmdə xanəndə kimi Xan Şuşinski, kamança ifaçısı qismində isə Tələd Bakıxanov iştirak edib.